Bir aya 8 kilo necədir? Bunlar nəticə deyil. Sən aylıq 8 kiloqram arıqladınsa da, bu onun göstəricisi deyil ki, sən hamıdan gözəl diyet saxladın. Deyil. Mənim məsləhətim 8 kiloqram arıqlamaq deyil. Aya 5-4 kiloqram arıqlamaqdır. Mənim üçün sağlam nəticə budur. 8 kiloqram çoxdur. 8 kiloqramı arıqladıqdan sonra qorumaq da çətindir. Aydındır? Yəni söhbət bundan gedir. 8 kiloqram arıqladınız. Sağlıqlı deyil bu. Mən sizə məsləhətim 4-5 kiloqram aralığında aylıq çəki itkisi eləyə bilərsən, hamıdan yaxşısan, halaldır sənə, eləyərsən, hamıdan çox ac sən qalarsan, hamıdan mükəmməl su diyetini sən eləyərsən, tamam, mükəmməl. Amma eləmə də, eləmə. Sən mənə 8 kiloqramı nəticə və göstərici olaraq qoyursan qabağıma ki, mən mükəmməl bir nəticə, mən hamıdan yaxşıyam. Nə üçün? Niyə görə? Çünki 8 kiloqram arıqlamışam. Filan kəsdən daha çox. Neynəmişsən? Heç də özümü öldürmüşəm. Başa düşürsünüz? Amma eləməyin bunu. Bugünün sabahı da var. Sabahı da fikirləşin. 24 saatın içərisində yaşamayın. Yəni bu dünyada ən mükəmməl, inanın mənə, ən mükəmməl şey yavaş-yavaş, ağramaram, qram-qram arıqlamaqdır. Yəni aylıq olaraq 4 kiloqram olmaqla həftəlik olaraq təxmini 800 qramlı 1,2 kiloqram arasını çəki verin. Bundan yuxarı rəqəmlərə qaçıb əldə etdiyiniz nailiyyəti də sanki mükəmməl bir şey bacarmış kimi qələmə verməyin. Və xüsusilə də sizə aylıq 13 kilo, 15 kilo, nə bilim 20 kiloqram nəticə vəd edən insanların arxasınca da qaçmayın. Yazığınız gəlsin özünüzə, vallahi yazığınız gəlsin. Mənim yolum arıqlama prosesini maksimum dərəcədə bədən üçün təhlükəsiz etməkdir. Arıqlama özü-özlüyündə bədənin öz resurslarını verməsi deməkdir. Bu saat kənara bir 5.000, 10.000 pul yığıbsınız, gəlib deyirəm ki, ver o pulu mənə. Verirsiniz, göndərin də, mən görmürəm, kartıma göndərin də, heç biriniz göndərməzsiniz. Bir 5.000 istəsən verərsiniz, yox. Bədən niyə verirsin? Yığıb da gül kimi yastığın altına piyləri yığıb da, niyə çıxartsın pis gün üçün olan piyləri durmadan sizə, həmmadan sizə versin? O da onun üçün stressdir, o da onun üçün problemdir və bu qədər sürətli çəki vermə çox ağır stressdir orqanizmə. Bu stressi orqanizminizə yaşatmayın da, 5 manat istəyin, o gözünə görsən necə, 5 manatı 5.000 olaraq sizə verəcəkdir. Amma biraz müddət keçsin də, yazıq deyil orqanizminiz.